Mən deyirəm ki, ürəyin istəyən elə biri deyə bilər ki, bəs mənim ürəyim günah istəyir axı. Mənim ürəyim günah istəyir. Mən də cavab verirəm ki, yox, ürək günah istəməz. Dəlilim nədir? Əleyhisselamın bu sözüdür. Buyurur ki, mən nəhəllah subhanahu an şeyin illa və əğna an. Allah deyir insana nəyi qadağan eləyibsə, ondan ehtiyacsız eləyib adamı. Yəni, günah ehtiyac ola bilməz, istək ola bilməz. Günah istəyən sən deyilsən. Sən ruhun üst qatıdır, o sən deyilsən, səni o təşkil eləmir. Səni o təşkil eləmir. O saxta məndir, həqiqi mən deyil. Ged ürəyin dərinliyinə baş vur, gör o nə istəyirsə, bil ki, Allah da onu istəyirsən. Ürəyinlə Allahın istəyi arasında heç bir ziddiyyət yoxdur. Heç bir ziddiyyət yoxdur. Keçmişdə mən bunu demişəm, alimlərdən də eşitmiş olarsınız bu sözü ki, ləzzət tələblik pis bir şey deyil. Adətən biz dini təbliğ eləyəndə biraz başqa cür danışırıq, insanların özü ilə din arasında ziddiyyət yaradırıq. Adam deyir, mən ləzzət istəyirəm, sən ona deyirən ki, ləzzət tələblik pis bir şey deyil. Bütün ləzzətlər mütləq ləzzətə Allaha qayıdır. Bir adam deyirsə, mən ləzzət istəyirəm, deməli Allahı istəyir. Bəzən ünvanı səhv salır. Sən ona deyirən ki, sən elə ləzzət istəməkdə davam elə, bu istəyindən əl çəkmə. Demək ki, yox, ləzzətləri qoy qırağa Allahı istə. Bəyəm, Allahla ləzzət zid nöqtələrdir, xeyr. Sən deyirək, istə, ləzzət istə və düş ləzzətin dalıca, bu ləzzət istəmək sənə aparacaq ləzzətin mənbəyinə, Allaha. Çünki Allah ləzzətdir. Allah elə biz ona görə yaradıb ki, bizə ləzzət versin özündən. Ləzzət istəyirsənsə, istəyindən əl çəkmə, Allaha gedib çıxacaqsan. İnsan ləzzətdən doymur, düzdür? Və yeganə doyumsuz ləzzət Allahdır. Doyumsuz ləzzət axtar. Öz insan sözün əsl mənasında ləzzətpərəst olsa, insan elə Allahpərəstdir. Çünki ləzzət Allahın elə bir xüsusiyyətidir, ən başlıca xüsusiyyətidir. Çünki bizə nisbətdə, yəni, mən yaratmışam ləzzət vermək üçün, feyz vermək üçün. Gedin soruşun fəlsəfə və irfan alimlərindən bunu təsdiq eləyərlər.